Bəbir müəllim, inan ki, yanğın xəbərini eşidəndə çox pis olduq. Siz də gərək o qədər malı bir yerdə saxlamazdınız. Deməli, mən 40 ildən artıqdır ki, bu sektordayam. Heç bir belə hadisə, bir tərslik olmayıb işimdə. Hələ bu yanğınla bağlı araşdırmalar davam edir. Bu işin qəsdən olunduğu da bəllidir. Kimin elədiyini də təxminən bilirəm. Neysə, indi ekspertizanın rəyini gözləyək ki, sığorta məsələlərinə baxaq. Bəbir müəllim, bilirsiniz ki, dostluğumuz öz yerində. Amma bizim də orada 40% payımız var idi. Bizim də arxamızda investorlar var. Onlara ambar yandı deyib kəsə bilmərik. Mən sizi yaxşı başa düşürəm. Bilirsiniz, bu dəqiqə elə mən özüm də bir şey eləməyə çalışıram da. Müqavilənin 6-cı bəndini yəqin ki, xatırlayırsınız. Force major hallarda belə əsas vasitələrin bərpası və tərəfdaşlarının payının ödənilməsi icrasının öhdəliyindədir. Mən sizi yaxşı başa düşürəm. İndi siz nə təklif edirsiniz? Mən külün içindən malı çıxardım, ya pulu? Narahat olmayın. Məndə heç kimin pulu qalmayacaq. Nə vaxt ödəyəcəksən? Əgər ödəyə bilmirsənsə, bizim sənə yaxşı bir təklifimiz var. Sığortadan pul gəlinə qədər digər obyektdəkilərin payını bizə girov qoymalısın. Sizin bu elədikləriniz heç yaxşı olmadı. Siz bizim aramızdakı bu dostluğu məhv edirsiniz, yoxa çıxarırsınız. İş işdir, Bəbir müəllim. İş öz yerində, dostluq öz yerində. Dost kimi nə vaxt çağırsanız, qulluğunuzda hazırıq. Kəs səsini. Bu süni cümlələrə ehtiyac yoxdur. Burada mənim o yerlərimi girov göstərmisiniz. Siz heç bilirsiniz, ora neçə hektardır? Bilirəm, bizə olan borcunla başa başdır. Özün